Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisəsi İdarəsinin rəisi Ağayar Yusubov və Vilvan kənd icra nümayəndəsi Faiq Köçəriyevin məhkəməsi başa çatıb. Teleqrafın əldə etdiyi xəbərə görə Ali Məhkəmə onlarla bağlı kassasiya şikayətinə baxıb və yekun qərar çıxarıb. Yusubovun barəsində Cinayət Məcəlləsinin 294.3 ağır və xüsusilə ağır cinayət haqqında cinayət işi üzrə sübutların saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda 308.1 vəzifə səlahiyyətlərindən sui-istifadə, 311.2 vəzifə şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma, 313 vəzifə saxtakarlığı, 320.1 hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənəd satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı və hazırlama və ya satma, 320.2 bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə Köçəriyevin barəsində Cinayət Məcəlləsinin 35, 32.5, 311.2 iştirakçılıq, vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma maddəsi ilə ittiham elan edilib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Yusubov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, 2020-ci ilədək Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisəsi İdarəsinin rəisi vəzifəsində işləyib. Uzun illərdir ki, ürək, böyrək və onkoloji xəstəliklərdən əziyyət çəkirəm. Onkoloji xəstəliyə görə hazırda səhhətimdə ciddi problemlər var. 10 dəfə cərrahi əməliyyat olunmuşam. Həkimlər sonuncu əməliyyatı 2021-ci ilin dekabr ayında ediblər. Həmçinin digər xəstəlikləri ilə bağlı xəstəxanalarda stansionar müalicə almışam deyə o ifadəsində göstərib. Keçmiş rəis ittihamda göstərilən hallarla bağlı özünü qismən təqsirli sayıb və əməlindən peşman olduğunu diqqətə çatdırıb. Bütün məsələlərlə bağlı sərəncamları Lənkəran şəhər icra hakimiyyəti başçısı imzalayıb. Mən onun göstərişlərini yerinə yetirmişəm. Rəis kimi idarənin fəaliyyətini təşkil etmişəm. Vəzifədə işlədiyim dövrdə müəssisədə 133 ştat vahidi olub, həm də ştatdan kənar təxminən 30-40 nəfər müqavilə əsasında işçi də çalışıb. İş çox olduqda həmin şəxslər növbədə saxlamaqla işə götürülüb. İşə gəlməyən olduqda isə işdən çıxarılıb. Bundan başqa özüm də bir neçə şəxsi işə götürərək onlarla əmək müqaviləsi bağlamışıq. Mənim kompüterimdə anlayışım olmadığına görə ştatdan kənar işçilərin əmək müqavilələrinin müvafiq sistemə yerləşdirilməsi işinin əvəzində kadrlar üzrə mütəxəssis Məlahət icra edib. Müəssisə rəhbəri kimi Məlahətə göstəriş vermişəm ki, işə götürdüyüm şəxsləri mənim elektron imzam ilə sistemə yerləşdirsin və onlarla əmək müqaviləsi bağlansın. Müəssisəyə iş üçün gələn şəxslər müvafiq ərizə ilə kadrlar üzrə mütəxəssisə müraciət edib deyə o ifadəsində göstərib. Digər təqsirləndirilən Faiq Köçəriyev ona elan olunmuş ittiham üzrə özünü günahkar bilməyib. O ifadəsində göstərib ki, əvvəllər orta məktəbdə müəllim işləyib, sonradan Lənkəran rayonunun Vilvan kənd inzibati dairəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışıb. Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi olmuş Ağayarı tanıyıram. Münasibətlərimiz yaxşı olub, icra nümayəndəsi olarkən nümayəndəliyin ərazisində yaşayan, sosial vəziyyəti ağır olan şəxsləri işə düzəltmək üçün ona müraciət etmişəm. O da həmin şəxsləri işlə təmin olmaları üçün Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə göndərib, həmin şəxslərdən o cümlədən ünvanlı sosial yardım alması üçün müraciət edən şəxslərdən də işə düzəlmələrinə görə pul almamışam. Xatırlayıram ki, bu şəxsə köməkçilik göstərməsini Ağayardan xahiş etmişəm. Dəqiq bilməsəm də eşitdiyimə görə Ağayar bir neçə şəxsi formal olaraq işə götürüb ki, onlar ünvanlı sosial yardım alsınlar. Faktiki olaraq
mən heç kimi Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə işə düzəltməsinə köməkçilik göstərməmişəm deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə maddəsi tətbiq olunub. Ağayar Yusubovun 2 il sınaq müddəti olmaqla 8 il 6 ay, Faiq Köçəriyev isə 1 il sınaq müddəti olmaqla 5 il müddətinə şərti cəza alıb. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, o Cinayət Məcəlləsinin 70-ci maddəsinin hökmdən xaric edilməsini istəyib. Bundan başqa təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Ağayar Yusubov Cinayət Məcəlləsinin 294.3-cü, 311.2-ci, 320.1-ci və 320.2-ci maddələri ilə bəraət hökmünün çıxarılmasını və həmin məcəllənin 308.1-ci və 313-cü maddələri ilə ona daha yüngül cəza təyin edilməsi barədə qərar çıxarılmasını istəyib. Faiq Köçəriyev isə apellyasiya şikayəti verməyib. Bir müddət əvvəl Şirvan Apellyasiya Məhkəməsində bu şikayətlərə baxılıb və qərar çıxarılıb. Dövlət ittihamçısının apellyasiya protesti və təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb. Bundan sonra tərəflər Ali Məhkəməyə üz tutub, Ali Məhkəmə işi yenidən apellyasiya instansiyasına baxılmasını qərar verib. Bu dəfə Şirvan Apellyasiya Məhkəməsində iş yapan hakimlər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişiblər. Ağayar Yusubov 3 il 6 ay, Faiq Köçəriyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından həbs olunublar. Bu qərardan dövlət ittihamçısı yenə də narazı qalıb. Ali Məhkəməyə müraciət edib və işin yenidən Apellyasiya Məhkəməsində baxılmasını istəyib. Ali Məhkəmənin hakimləri apellyasiya instansiyasının qərarını ləğv edib, işi yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarıb. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının protesti bu dəfə təmin olunmayıb. Amma təqsirləndirilən Ağayar Yusubovun barəsində olan hökm dəyişdirilib, ona Cinayət Məcəlləsinin 313, 320.1, 320.2-ci maddələri ilə cəza təyin edilməyib. O Cinayət Məcəlləsinin 308.1, 294.3, 311.3-cü maddələri ilə təqsirli bilinib. Barəsində Cinayət Məcəlləsinin 70-ci şərti maddəsi ilə tətbiq olunub, 2 il sınaq müddəti olmaqla 8 il 3 ay şərti cəza verilib. Ağa Yusubovun barəsində seçilmiş həbs qəti imkan tədbiri ləğv edilib, o məhkəmə zalından azadlığa buraxılıb. Bu qərardan kassasiya şikayəti və protesti verilib. Ali Məhkəmədə bu dəfə şikayətlərə hakim İlqar Cəfərovun sədrliyi ilə baxılıb, məhkəmə heyəti şikayətləri təmin etməyib.